Afrika deyən qrup materikdir. Ekvator xətti Afrikanı kəsirmi? Kəsir, Kəsir, bəli. bəli. Bir də tropiklərdir, eləmi? Bəli. Aha. Hər iki tropik də var, buradan keçir. Ekvator. Kongo çayı dedik, necədir? Ekvator xətti kəsir, eləmi? Bəli, hər iki tərəfə düşür. Afrikanın çayları ən çox hansı okeana tökülür? Hind okeanı. Atlantika da tökülür da. Yox, Atlantika tökülür, bəli, Atlantika. Məsəl üçün, sayın hansı çaylardır? Nil, Nil, Niger, Senegal, Kongo, bəli, Orani. Hind okeanına hansı çaylar tökülür? Hind okeanında mən Zambezi, Zambezi, Limpopo. Limpopo. Bəli. Sonra daxili axarsız hövzəsi çayı var, o hansıdır? Təməlli, Daxili axarsız hövzəyə olan çaylar yenə aid olan o hansıdır? Şari. Şari. Kongo çayı dediği subekvatorial qurşaqda, hələm iri yağışı dövrdə bol suda olur. Hələm və quru tropik mavi kümeklajlı sərsularından məhrum olan görə orada insanlar üstünlaşır. Nil çayı söz başlanğıcın hansı enlikdən götürür? Nil çayı. Ekvatorial. Hə, ekvatorialdan götürür və geniş məsafədə subekvatorial enlikdən keçərək tropik səhralara çıxır. Sonra Nil çayı da dedik də Şimali Afrikanın ən böyük sərvətidir, eləmi? Tarixdən də bilirdik də deyirdiləri. O nədir? Adı Qara Nil, Qara torpaq adlandırırdılar, eləmi? Uzunluğuna görə dünyanın ən nəhəng çayıdır, eləmi? Çayların əksəriyyəti uşaqlar gəmiçilik üçün az yararlıdır, eləmi? Amma hidroenerji ehtiyatına malikdir. Afrikada çoxlu astana və şəlalələr var. Deməli, Tuqela çayı üzərində Tuqela şəlaləsi, eləmi? Sonra başqa orada bir dənə də şəlalə var idi. O adda Avstraliyada göl də var idi, hə? Niagara müəllim. Niagara buradaydı. Yox, Niagara Şimali Amerikadadır, ən gürsəsiz şəlalə. Hansı şəlalədir Səid? Hə? Livingstone'da var, amma Victoria'da da Victoria'dan gelir söhbət. Victoria'da. Victoria şəlaləsi. Hə. Bəli, Livingstone'da var, Stanley'də var. Onlar o alimlərin adı ilə də. Ən dərin gölü hansıydı? Burada müəllim, ən dərin göl Tanganika 1470. Çad gölü Qrabində yerləşir, eləmi? Deyirdik, Qrabində yerləşir, bəli. Həm də böyük səhrada mövcud olmuş qalıq göldür də, bəli, dərinliyi 7 metrdir. Afrika səhralarında, deməli, yeraltı suların da rolu böyükdür, eləmi? Aha. Çünki bir də orada uşaqlar bu nədir? Quru çökəkliklər yaranır. Onlara sonra yağış suyu da dolanda nə adlanır? Vahə, eləmi? Vahə adlanır. O Antarktidada da var, burada da var. Sonra gəl Avstraliya. Avstraliya orada deməli. Avstraliyada göllər zaten azdır. Bəli, orada ən böyük çay sistemi hansıydı? Murray. Murray'dir. Murray tarixində. Bəli, Darling qolu özündən uzundur deyir, eləmi? Avstraliyada deməli. Göllər, hansı göllər var Avstraliyada? Avstraliyada Eyr. Eyrlə, deməli, Eyr. aha, sonra o Orange. Bəli. Sonra deməli, Cəhrai rəhbər suyu olur deyə, o gölün adı nə idi? Hansı müəllim? Cəhrai rəhbərdir o suyu. Eyr. Eyri neydi? Yoxsa hilleri var idi burada. Hə, onun suyu Cəhrai rəhdədir. O göllə deyir, Azərbaycanda Masazının suları oxşardır, eyni rəhdədir. Sonra bir də uşaqlar süni göllər yarada bilər, amma Argayılla bir də hansıydı o birinin adı? İnsanlar tərəfindən yaradılan, yəni Torres. Bunlar da deməli, Torres gölü Avstraliyada. Deməli, Torres gölü Avstraliyada ikinci duzlu axarsız göldür. İnsanlar tərəfindən yaradılıb da, yəni süni. Bir də Argayıl. Bəli, bildim. Bir də Avstraliyada ən böyük şirin sulu göl Tasmaniya dedik adasında yerləşir, eləmi? Bir də uşaqlar burada kriklər var idi. Krik nəyə deyilirdi?
Nələr? Krik. Bunlar. Krik çaydır. Necə çaylardır? Krek. Hə. Müəllim, şirin sulu, şor sulu. Yox, onlar göldür. Aycığım, hara getdin çıxdın? Şirin sulu, şor sulu. Aylar ilqə. Hə. Batça o deməli çaydır. Avstraliyada dövrü olaraq su axan çay dərələrinə kriklər deyilir. Onlar deməli ən məşhuru Cooper krikidir. Onlar quruyur da müvəqqəti biz deyirik, məsəl üçün Qobustan abşurunda. Ceyran keçməzdən demişdik bir saat. Onun kimi elə bir çaylardır. Aha. Sonra keçirik dünya okeanından istifadə.